Ehsan, nəzir, əqiq, qurbanlıq. Bunların izahını verərdiniz də zəhmət olmasa. Nəzir aydındır. Niyyət eləyirsən ki, mən bunu nəzir eləyəcəm Allah üçün. Və elə nəzirlər də var ki, şərtlidir. Yəni, ya Rab, bir dənə belə olsun, belə eləyəcəm. Nəzir əsasən bunu deyilir. Sonra nə? Deməli, əqiq, bir də qurbanlıq. Əqiq, Ehsan bir də. əqiq uşaq doğulanda kəsilən heyvana əqiq deyilir. O heyvana əqiq deyilir. Sonra ehsan sonra bir də qurbanlıq. ehsan axırda deyərəm. Qurbanlıq da qurban Allaha yaxınlaşmaq üçün kəsilən heyvandır. Əsasən də qurban bayramında edilir. Bəli, amma bir də ehsan. Ehsan daha geniş mənası var. Ehsan hər şey ola bilər. Bizdə düzdür. Bu bolşeviklər lənəhumullah olan vaxtında belə qalmış. Ehsan deyəndə bozbaş yada düşürdü. Molla əmi bozbaş yeyir. Ehsan belə başa düşürdülər. Yas yerində verilir bozbaşlar. Amma əslində ehsan sözü ümumi mənadadır. Hər bir iş, xeyirli iş ehsan sayıla bilər Allah üçün edilən. Yəni, yaxşı əməllər. Hətta yeməyi də verə bilərsən kiməsə, yetimə, ehsan edə bilərsən, olar sayılar. Amma təbii ki, yas yerlərində yox, bəli. Allah razı olsun şeyh.